Bravo. Təranə Musa cütlüyüm. İndi keçirik. Ehtiyacı olan ailəyə Musa müəllim 200 manat verəcək. Hansı olsa seçin özünüz. Bu qədər. Ay belə bizim 200 manatımız Bir dəqiqə, var. bir dəqiqə. Vermirik. Əyləşin. Vermirik. Musa müəllim biri seçin. Vermirik. Ne bileyim valla ben şimdi diyeyim. Əlinizi qoyun birinə, barmağınızı. Seçmə. Bizim özümüzün ehtiyacımız çoxdur. Niyə veririk ki? Gözüküb xanımın. Ay belə vermirik. Vermirik. Bu yaxınlarda da hamının əlindən əsəbiyim, heç kimə pul vermirəm. 200 manat pul verəcək ehtiyacı olan ailə. Bunu pozmamalıyıq. 1 manat da vermirəm. Musa müəllim siz deyin, mən ondan alacağım pulu. Siz Poz hansını? getsin. Bunu? Musa seçmə ha, bax. Bunu? Yani sen de 200 manat. Hə, də 200 manata görə. Yığırıq. Ay dilinin bəlasına düşürsən həmişə. Yığ orada, yığ verərsən. 077 Dilimin bəlasına düşdünmü? Gəlində otur. 626 65 o birisinə demirəm. Bunu seçdiniz Musa müəllim. 200 manat nədir? Oturanda restoranda Mən restoranda oturam, mən kasıb adamam. Mən nə restoranda oturmuram, nə kafedə oturmuram. Mən gəlib toylara əziyyət çəkib, zülümlə, Axşamınız xeyir olsun. Navbatı xeyir olsun. Hardan qoşuldunuz? Biz Xaçmaz zonasından qoşulmuşuq, Xaçmaz rayonundan. Tərana Musa cütlüyü Xasmazda toyda olub çox. Vallahi bilmirəm. Olmusunuz? Çox. Çox olublar. Nəyə ehtiyacınız var sizin? 200 manat pul veriləcək. Salam Zaurday. Aleyküm salam. Sizi mən xanım Fərzəliyevə narahat edir. Buyurun. Mən nədir kursda oxuyuram, ehtiyacım var idi pula. Sosyal Kurs müdafiə pulunu ödeyə fondundan. bilmirəm. Nəyə, harda oxuyursunuz? Xaçmazda kursda oxuyuram. Kursda oxuyursunuz. Hə, Xaçmazda Nə kursunda oxuyursunuz? kursunda oxuyuram. Aha. Hə, yəni onun kursunun pulu biraz mənim üçün maddi cəhətdən, ona mən 4-cü qrupa hazırlaşıram, həkim olacağam inşallah. Aha. Yəni Az vermisiniz tələbələrə təhsil haqqı ödəmisiniz. Yo, mən heç 1500 kim- manat. heç kimə də vermisiniz. ödəməmişəm. 200 manatı göndərəcəyik sizə, yaxşı. haçan göndərə bilərsiniz? Axşam göndərəcək. Bu da Tərana xanımdan sizə bir bibi xala hədiyyəsi olsun. Həkim olanda yadınıza salın ki, sizin yəni oxumağınızda onların əziyyəti olub, az da olsa. Sağ olun, onları da öpürəm hamınıza. Onlar Çox da sizi öpür. minnətlər. Kartı atacaqsınız da, yəni kartı atacaqsınız. Hə, kartı atacaq, həll eləyəcəyik. Deməli Zaur, sənin o sözünün qüvvəti, mən bilirsən də son vaxtlar TikToka girirəm. TikTok şəbəkəsinə. Boş adamam da, sonra belə eləyir, işin yoxdur. Bəli, mənim işim, gücüm yoxdur. Mən paltar yumuram, paltar ütüləmirəm. Başqa işim yoxdur da. Toylar da bilirsiniz ki, çox Seyrəkdir, zəifdir. aha. Bəli, çox zəifdir. Seyrək deyil, zəifdir. Seyrək ayrı şeydir. Olur ki, bir ayda 30 toya gedirdi, indi 15 toya gedir. İndi toylar yoxdur vəbşi. Bunu bütün musiqiçilər bilir, toya getməyənlər də yalanlar. Nə deyirlər orada? Mən onu deyirəm də. TikTokda deməli, mən çıxmışam TikToku belə eləyirəm. Sən burada dilənmə. Get kasıblara deyir. Sən kasıbların pulu ilə gəlmirsən, burada oturmuşsan. Dedim ay qız, mən evdə oturanda, qoy belə sosial şəbəkə istəyirlər kasıb paylaşsınlar. Mən evdə oturanda deyir xalqın pulu ilə sən gəlmirsən bura adam olmusan. Mən də deyirəm valla mən hələ həyatımda görməmişəm ki. Müğənni xalq dolandırır o heç. Amma alın zəhməti ilə təbii ki, toy oxuyursunuz əziyyətlə. Mən zülüm çəkirəm. Təbii. Mən toylarda təzyiqim qalxıb mənim 200-ə, mən amma Serevna toyu oxumuşam, heç bilməyiblər də. Mən öz zülümümlə, əziyyətimlə, dırnaq-dırnaq, cırmaq-cırmaq gəlib çıxmışam bu yerə. Təbii. Əziyyət Mənə çəkəcək. heç kim, yəni buradan demək istəyirəm ki, heç kim qapımı döyüb nə xəstələnəndə, nə sağlam olanda. 2 ay məhərrəmlik olur. Kimsə gətirib sənə 1 manat pul verir. Mənə də verən olmur. Yəni demək istəyirəm ki, orada bəzi götürüblər, yazıblar ki, təranə kasıblara güldü. Deyirlər kasıba pul vermirəm. Niyə verməliyəm ki, mən pulumu? Mən başqa cür deyirəm. Sən orada məni söyürsən, deyirsən başqa sözlər burada televiziyada demək olmur. Deyirsən gətir ver onu, mən də deyirəm Yox, elə vermirəm. olmaz. O halda- 50 dənə də kart atırsınız mənə. Yox, elə Sonra olmaz. məni söyürsünüz. Təbii ki, heç kəsə borclu deyil, Bəli. amma ehtiyacı olan ailəyə bugün Tərana xanım həmin o tələbə olmaq istəyənə hazırlığa 200 manat pul verəcək. Danışan Musa müəllim təranəyə göstərmədi.